ikinci hissə başlamak üzere. Region Ligasının ikinci tur grupların ikinci oyunları. Aş grubunda Naftalan futbol komandası, Qax futbol komandası ilə bizə gəlir. İlk hissə 1-0 Naftalan futbol komandasının üstünlüğü ilə keçdi. İkinci hissədə bizi nələr gözləyir? Oyuna start verdilər. Oyun başladı. Elvin. Geriyə, bir qalibə. Bir qalib Elvin oynadı, Elvin. Arçil. Arçil. Arçil topu sakladı özündə. Geri oynadı bir qaliblə. Bir qalib. Burada Ceyhun. Ceyhun burada ötürmədə sərfə yol verdi. Ve burada Şota. Yani Şota yerine yetirdi. Uzun. Rabil. Rabil'e kaldı topu da. Yani burada out. Yeni yetecek futbol komandası Luka. Luka. Arçil oynadı. Arçil. 77 Arçil. Arçil top özünü saxladı. Ara ötürmə gözəl. Cəlil. Ötürməsi gözəl alınma. Top meydanda qalacaq burada. Bəli, belə də qaldı. Ceyhun. Ceyhun ötürür. Bəli, bu dəqiqələrdə oyun ortaq olmaq istəyir Qax futbol komandası. Hesabda yeniden atılacaq. Yerinə yetiləcək ağıt. Baş hakim yerindən yeniden atılmasını istəyir ağıtın və Qax futbol komandası yerinə yetiləcək. Cəlil. Cəlil. Bəli, burada 20 nömrə təcrübəli şəkildə topu Arçı'da qaldı o. Sağ ol. Yani burada Ferit topla manevri geriye ötürdü. Cavid'e, Cavid. Yani burada out olacak. Rabil baskı elədi burada. Pressing elədi. Rabil oynadı. Rabil. Burada Cavid'de kaldı yine. Cavid yerindədir. Uzaqlaşır topu. Ferit topu elə keçirə bilmədi. Tural. Ortadan hücuma keçir Naftalan futbol komandası. Burada Ceyhun. Yani burada out yeni yetecek futbol komandası. Kapıdan zərbe olacaq. Şota. Şota yerini yetirdi. Ferit başla ötürməsi Luka'da qalmadı. Füzuli yerindədir. Bəli, müdafiə xətti bu dəqiqələri diqqətlidir. Naftalan futbol komandasında artıq hesabda bərabərlik oyun orta olmaq istədiyini çox gözəl bilir. Ona görə bu dəqiqələrdə müdafiə diqqətli bir şəkildə müdafiə olunur. Və burada Cəlil, Cəlil ötürməsi sürətli alındı. Yəni, Qax futbol komandasında Ceyhun dəqiqələrdə müdafiə xəttində diqqətlidir. Ötürməsi Cəlil qarşıladı. Ceyhun buraxmadı. İlkin. Burada geri götürmə oldu. Zərmə olacaq. Füzuli yerdə qalan oyuncu. Arçil. Zərmə zərbəsi. Zərmə edərək yadda qaldı bu dəqiqələrdə. Topun gerisində Tural. İkinci hissə davam edir. Tural zərbə zərbəsini yerinə yetirdi. İçəri doğru. Başla zərbə. Top alta çıxdı. Füzuli. Dərməni qazanmışdı. Özü də qapıya zərbəsini indirdi. Top alta çıxdı. Şota.
Kapı vuruşuyla oyunu yerine getirecek. Burada Gio. Burada Nerman yerde kaldı. Serme zərbəsiyle devam edecek oyun. Topun gerisinde Elvin Abidov. İkinci ise 1-0 Naftalanko komandasının üstünlüğü var. Uzun ötürme edecek. Belə de edir. Bəli, Elvin Abidov içeri doğru kapıya zərbə. Qapçı çıxardı. Təhlükəli bir vuruşdu. Gol şansına çok yaxınlaşdı Qapı klubu. Hesab bərabərləşə bilərdi. Qapçı diqqətlidir. Bəli, ikinciden zərbə olacaq. Nerman ikinciden zərbə yeni yetirəcək. Nerman içeri ötürme edecek. İkinciden zərbə ilə Nerman topun gerisinde içeri gözəl ötürme ve burada karşıladılar. Luka. Burada hiçbir şey yok idi. Out'tan yeni yetirəcək Fərid. Qapı komandasında baskı var bu dəqiqələrdə. Bəli, geriyə Cəlil. Cəlil qapıya vuracaq. Belə də elədi amma zərbəsi çox zəif alındı. 70. Bəli, sol cinahda burada Nerman. Nerman. Burada bəli. Son anda Mir Qalib. 200'den zərbə. Çok sürətlə içeri doğru hücum etdi. Sol cinahdan Afgan komandası 200'den zərbə kazandı. Bəli. 200'den zərbə yeni getirdi. Afgan komandası burada topa yetişə bilmədi. Luka başla qarşını aldı. Bəli, Luka İlkin Ahut yeni getirecek. Kapısının gözüne gün düşüyor. Evet, Celal Ahut el değişti ve Celil karşıladı. Celal Ahut uzun Ahut yapmak istiyor ama bir anlık tereddüt yaşadı burada. Burada Ceyhun topla davrandı. Müdafiəni dəqiqələri təmin edir. Cəlil yeni Ahut. Celal Ahut yeni getirdi. Orta içeri karşıladı Ceyhun. Celal Ahut yeni tekrar yeni getirdi ve burada top Qapı komandasında kaldı. Celal. Evet, Cəlil. Fərid. Ravil də qaldı top. Ravil qapıya tərəf irəliyir. Və burada sağ tərəfə ötürməkdir. Bəli, ötürməsi biraz sürətli alındı. Dəqiq alınmadı. Cinah dəyişdilər burada. Fərid. Geri oynadı. Füzulidə qaldı top. Füzuli. Və burada Tural. Fərid. Bəli. Tekrar Fərid. Füzuli. Sol cinaha topu. Burada Ahut yeni getirecek Qapı komandası. Her iki komanda için bu oyun çok vacibdir. 3 hal her iki komanda mövqeyini grupta xeyli irəli keçirəcək. Bəli. Erman Avt yeni getirdi. Elvin. Bəli. Müdafiə arkasına atılan top burada içində qalacaq mı? Xeyr. Burada cərimə zərbəsi olacaq. Bəli. Boynundan tutaraq yerə yıxmağa çalışdı. Burada Naftalan futbol komandasının oyuncusu. Bəli, hakim xəbərdarlıq edir. Elgün.
Galip cərimə zərbəsi yenə yetirir. Uzun ötürmə olacaq. Belə də etdi. Ortaya tərəf. Rabil sinəsiyle saxladı. Burada topu ələ keçirdilər Rabildən. Deyon. Deyon. Elvin oynadı. Elvin. Elvin cərimə zərbəsi gözlədi burada. Burada Kral. Geri oynadı ama out. İkincisi devam edir. Değerli futbol severler. 1-0 Naftalan futbol komandasının üstünlüğü var bu dəqiqələrdə. Bəli, Fərid ortada top ələ keçirdi. Sol cinaha tərəf. Burada 9 nömrəyə Ceko'ya top attı. Sol cinahdan hücum qurmaya çalışır. Orta içəri oldu bu dəqiqələrdə və Ceyhun qarşıladı. Luka. Luka. Evet. Fərid. Vay be. Alta. Fərqli şəkildə top. Şota qapıdan zərbə yerinə yetirir. Burada qısa alındı top. Fəriddə qaldı, Fərid. Fərid qeyri-dəqiq zərbə eləyətdə qaldı, out. Bəli, bu dəqiqələrdə Naftalan futbol komandası rahat futbolla yadda qalır. Bəli, cərimə zərbəsi. Təkrar. Bu dəqiqələrdə oyun sıx-sıx dayanır. Rabil yorğunluq əlamətləri var Rabildə. Sanki burada əzələsini daşmış. Bəli, biraz nəfəs saçmalığı yarandı. Baş hakim Rabilin yanındadır. Köməyə ehtiyac olmadığını soruşdu və bəli, köməyə ehtiyac yoxdur. Cərimə zərbəsi yenə yetirdi. Naftalan futbol komandası burada uzun ötürmə, sol cinaha. Burada Qara. Qarada qalmış top. Bir Galip topu out attı. Küncdən zərbə. Orta içəri. Burada Ceyhun. Ceyhun'a cərimə zərbəsində müdaxilə var. Olmaz. Belə baş hakim hər şeyi görür. Bəli, qeyd edək cərimə zərbəsini. Şota cərimə zərbəsini yenə yetirəcək. Bəli, Mirqalib yenə yetirir cərimə zərbəsini. Rabil. Rabil'den top aldılar. Bəli, Luka yerdə qaldı. Cərimə zərbəsi olacaq. Baş hakim hər şeyi gördü. Bəli, Fərid idi burada yerdə qalan, üzrü sayın. İkincisi də artıq dəqiqələr irəliləyir. Hatırladım ki, oyundan sonra Region 34 kanalından, YouTube üzərindən oyununuza baxa bilərsiniz. Hal-hazırda canlı yayında futbolumuzu seyredənləri təşəkkür edirik. Bəli, 1-0 hesabı ilə gerilərəcək futbol komandası. Bu dəqiqələr qol axtarır. Elvin qapı içinə doğru, qeyri-dəqiq. Burada heç kim yox idi.
Bəli, qapıcı qapıdan vuruşla Bəli, burada out olacaq. Naftalan futbol komandası out yerinə yetirəcək. Bəli, burada keçid elədi. Naftalan futbol komandası oyuncusu Ceyhun qarşıladı burada. Elvin. Elə. Arçı da qaldı top, Arçı. Bəli, bu əks hücuma çıxırdı, amma burada hakim davam etdirə bilərdi, amma ikini saldı. Müqayili uzun ötürməklə İrəli Doğu top attı, burada qarşıladılar. Füzuli. Bəli, burada Naftalan baş məşqçisinin etirazları var baş hakimə. Orta içəri və yenə qapıcıda qaldı. Bəli. Ceyhuna xəbərdarlıq elədi baş hakim. İkincisi devam edir, değerli futbol severler. Naftalan şehir stadyumunda oyun devam edir. Yani burada hiç kim yoktur. Şota, Mirqalib oynadı. Mirqalib yine uzun ötürmə edəcəkmi? Bəli. Belə də elədi, orta ilə uzun ötürmə. Belə gəlmədi, top qarşıladılar. Gio. Bəli, out Naftalan futbol komandası yerinə yetirəcək. Burada Elvin out. Nərman out yerinə yetirəcək Qaf futbol komandasında. Bəli, Nərman fəaldır bugünkü oyunda. Bacardığı qədər komandasına dəstək olur Ravil. Ortada Elvin oynadı. Elvin. Bəli, sağ cinaha topu dəyişdilər. Nərman burada top itirdi. Olası hücumun qarşısını öz xətasıyla demək olar ki verdilər qarşı tərəfə. Gözəl hücum alına bilərdi burada. Burada Şota yerindədir. Qapıdan ayağı ilə uzun ötürmə və burada out olacaq. Bəli. 2 nömrə qarşıladı topu. Cəlal. Cəlil. Out yeni itirəcək. Cəlil. Arçıl oynadı. Əl söhbəti. Əl bakabın başını qatma. Bəli. Ceyhun. Burada ortaya qədər gəldi. Komandasına kömək elədi. Sağ ol sen. Bəli. Burada Rabilə gəlmədi top. Orta boşdur. Bəli, burada Ceyhun. Alt yeni itirdi Naftalan futbol komandası. Burada bəli, qapıdan zərbə ilə başlayacaqlar. Naftalan. Bəli, burada oyuncu dəyişikliyi olacaq.
Naftalan Pro komandasında. Yani 6 nömrə Qara oyundan çıxır. Yerinə 46 nömrə Megoş. Bəli, Mega oyuna daxil oldu Naftalan Pro komandasında. Rabil. Rabil qapıya zərbəsi. Özün götürəcək. Bəli, burada əks-üzmə çıxacaqlarmı bir qalib. Geriyə ötürmədə səhv oldu. Naftalan Pro komandası 2-0 irəli keçdi. Geriyə ötürmədən sonra bəli, burada bir qalib səhv bir şəkildə geriyə ötürmələdi. Zərimə zərbəsi yeni yetirəcəklər Qapı komandası. Yəni bəli, burada zərimə meydəsəsinin içində uzun ötürmə olacaqmı? Və burada az fərqlə top kənara getdi. Bir dənə ayaq lazım idi. Erman out yeni yetirəcək. Bəli, burada Arçil oynadı, Arçil. Bir qalib, yer ötürmə. Luka. Luka'nı qoymadılar keçməyə, out olacaq. Bəli, oyuncu dəyişikliyi. Fərid meydandan çıxır, yerinə Ruslan oyuna daxil olur Qapı komandasında. Cəlil, out yeni yetirdi. Bəli, burada out yenə yerini yetirəcək Qapı komandası. Rabil, Rabil. Rabil. Burada qarşısını aldılar zərbənin. Burada meydansada yerdə olan oyuncu var zədələnən. Bəli, həkim meydana daxil olmalıdır.
Bəli. Az öncə ikinci qolda qapıçının bir xətası var idi. Naftala futbol komandası bu xətanı bağışlamadı. 2-0 üstünlüyə ələ keçirdi. Bəli, demək olar ki, hər iki qol müdafiə xəttindəki xətalardan daxil olub. Bəli, zədələnməyə görə dəyərli futbol izləyiciləri oyun bir neçə dəqiqə dayanıb. Hal-hazırda meydanda 10 nəfər var futbol komandasında. Oyuncu dəyişikliyi sayısı bitib. Ona görə oyuncu dəyişikliyi edə bilmir baş məşqçi. Hal-hazırda 10 nəfər oynayır. Bəli. Oyun yeniden başladı. Bəli, sol cinahda hücum qurur Naftala kullanması. Bəli, Mirqayıl uzaqlaşdırdı. Yox. Bəli, bu aralarda ötürmələr. Naftala komandasında pressing edir Ruslan. Bəli, Ruslan pressing ilə top ələ keçirmişdi burada. Yox. Bəli. Bəli, David uzaqlaşdırdı. Leon. Oy ne güzel lan, git! Oy be tez vurdu. Şota. Qapıya zərbəsi Şota yerindədir. Bəli, Şota. Out yeni itirir. Futbol komandası. Asil. Ruslan. Elvində qaldı top. Luka'dan gözəl ötürmə, amma top rəqibdə qaldı. Ortadan çıxır Naftala komandası. Ural. Mego. Burada sol cinahda. Kaptan İlkin. Fərid. Sağ cinaha Cavid oynadı. Cavid. Oyun devam ediyor. Burada Ruslan zərbəsilə əməliyyatda qaldı. Rəqibinə qarşı hərəkəti hakim zərbəsi kimi qeyd elədi. Cavid topun gerisində tez başlatdı. Cəlal.
Şota. Şota. Əli ilə qapı zərbəsi ilə burada oyunu başlatdı. Out yeniləcək qapı komandası. Ruslan topu itirdi burada. Kural irəliləyir özü Naftan komandasında. Elvin. İki nəfərin arasından keçdi. Kural. Qapıya zərbə vuracaqmı? Burada. Hesabı 2-0 oldu. Kategori Elcin Namazov. Alkışlayalım. Yaşasın Naftan komandası. Burada gidiyor. Əlla daxil üçün zərbə zərbəsi adamlar. Topu uzaqlaşdırdı. Arkaya, tabiri şu arkaya. Arkaya, tabiri. Bəli, hakim iradlarını bildirir. Rəqib komandanın bəli, hakim oyunu saxlayıb. Out yeni itirdi. Naftan komandası oyun tekrar başladı. Burada dərmə zərbəsi qazandı Naftan komandası. Bəli, qapçı yerindədir. Out olacaq burada, bəli. Qapıdan zərbə ilə başlayacaq. Şota qapıdan zərbə ilə oyun başlatdı. Bəli, burada gözəl paslaşma ilə çıxırlar. Ola bak ha. Burada offside qeydə aldı baş hakim. Bəli, Cəlil. Luka, ortada oynayır bu dəqiqələrdə. David. Gözəl ötürmə, burada Əziz buraxdı onu. Oyna güzel. Oyna güzel. Offside, burada offside. Bəli. Burada offside qeyd aldı baş hakim. Artıda qaldı. Cəlil. Burada cərimə zərbəsi olacaq, bəli.
yola girdi. Hakim sarı kartla cəzalandırıldı. Burada həqiqətən çox oyuncu yerdə çox ağır çəkdiyi sonur. Buradan baxdığımızda burada oyuncu yerdə çox acı çəkir. Oyuncu dəyişikliyi olacaq. 11 nömrə 99 nömrə. 11 nömrə Nihat. Bəşir oyuna girməyə hazırlanır. Bəli, görünən odur ki, zədəsi ciddiyə görsənir bu oyuncunun. Hal-hazırda 10 nəfərlə meydandadır, Qafqo komandası. Bir nəfər itilərsə yenə də azlıqda qalmış olacaq. 9 nəfərlə məcburi mübarizə aparmaq məcburiyyətində qalacaq. Dəyişiklik limiti bitdiyi üçün Nihat Füzuli'nin yerine girdi. Hücum. Bəli, oyuncu dəyişikliyi Nihatla Bəşir oyuna girdi. Meydandan çıxan Füzuli və Orxan. Bəli. Zədəsi ciddidir. Qafqo komandasının oyuncusu Cəlil meydanı tərk edir. Buradan Cəlilə Allah'tan şəfa diləyək. Yəqin çox ciddi bir zədəsi olmaz. İnşallah. Tezliklə sağlar. Bəli, hal-hazırda
6 nəfərlə mübarizə aparır meydanda Qafqo komandası. Oyuncu dəyişikliyi sahib etdiyi üçün artıq dəyişiklik edə bilmir. Bunu qeyd edeyim dəyərli izləyicilər. Oyun başladı. Bəli. İbrahim, uzun ötürmə. Bu da tək başına Luka. Müdafiəyə çəkiləcək bu dəqiqələrdə. Yəqin ki, 2 nəfərlə eski oynamaq çox çətindir komanda üçün. İkinci hissədə demək olar ki, əsas vaxtın son dəqiqələri başa çatır artıq. Oyun çox dayandı. 2 zədən oyuncu oldu. Burada 77 nömrə, böyle gitti Ferit. Ferit. 2 nömrə, burada Elvin. 2 oynadı, 2 o. Aziz. 2 o, burada Bəli. David. Kral oyna, kral. Sol cinaha tərəf burada topa çıxa bilməyəcək, out olacaq. Bəli, belə də oldu. Bəli, futbol severlər. Artıq oyun başa çatmaq üzrə 3-0 Naftalan futbol komandasının üstünlüyü var. Burada Ruslan'a qarşı çobutluq oldu. Müdahalib topun başında zərmə zərbəsi getirəcək. 9 nəfərlə qalan futbol komandası mübarizəni davam etdirir. Müdahalib uzun ötürməklə Luka'ya tərəf. Luka topu ələ keçirdi və burada buraxmadı müdafiədə. Güyo topu ələ keçirə bilmədi. Ferit, ortadan Aziz, Ruslan. Götürdülər, burada Ferit'də qaldı, təkrar Ferit. Kral oynadı. Pressing etmək lazımdır dəqiqələrdə. Qapıya zərbən şotada qaldı. Şota ayaq zərbəsi ilə qapıdan uzaqlaşdırır topu. Bəzdir. Oyun bitti. Naftalan futbol komandası 3, futbol komandası 2. Qrupda Naftalan futbol komandasının 4 qaldı, futbol komandası 3 qaldı. Növbəti oyunlarda görüşərik, hələlik. Sağ olun.